Herkese salam. Bugün sizə 12 oktyabr Kaspenin keçirdiyi 9-cu sinif üçün olan imtahanın izahına baxaq. Gəlin hər 7-ci suala baxaq. Demək bizə verir ki, A bölünsün 3 bərabərdir 7 bölünsün B olarsa AB plus 3 cəmini tapın. İndi gəlin burada çarpaz vuraq və AB-ni tapaq. A vurulsun B bərabər olar 7 vurulsun 3-ə. O da bərabərdir 21-ə. İndi gətirib burada AB üstə 3-də yerinə qoyaq. 21 üstə 3. O da bərabərdir 24-ə. Demək, 7-ci sualın cavabı oldu B variantı. Hər 8-ə baxaq. 547B 4 rəqəmli ədəd 4-ə tam bölünür. B-nin mümkün qiymətlər cəmini tapın. Demək, bu ədəd 4-ə tam bölünür. Gəlin əvvəlcə biz nəyi yadımıza salaq? 4-ə bölünmə əlaməti. 4-ə bölünmə əlaməti nə idi? Son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə bölünürdü. Və ya son 2 rəqəmi 0 olarsa, bu ədəd 4-ə bölünürdü. İndi gəlin burada baxaq. 7B 4-ə tam bölünməlidir. İndi biz burada B ilə qiymətlər verməliyik ki, 4-ə tam bölünsün. B isə nə idi? B 0-dan 9-a qədər olan qiymətləri ala bilər. Yəni, gəlin qiymətləri yerinə qoyaq. 0 qoysaq, 70 4-ə bölünmür. 1 qoysaq, 71 4-ə bölünmür. 2 qoysaq, 72 4-ə bölünür. Demək ki, ola bilər. 3 qoysaq, 73 4-ə bölünmür. 4 qoysaq 74 4-ə bölünmür. Sonra 5 qoysaq 75 bölünmür. 76 bölünür. Ona görə altını götürəcəyik. 7-ni qoysaq 77 4-ə bölünmür. 8 qoysaq 78 bölünmür. 9-da qoysaq bölünmür. Demək biz buradan B-ni 2 və 6 tapdıq. Bunlar da cəmi istəyinə görə 2 üstə 6, o da bərabər 8 edir. Demək bu sual cavabı oldu C variantı. Əl 9-cu suala baxaq. Bizə deyir ki, hesablayın. Gəlin, bunu yazaq əvvəlcə. Gəlin, birinci kəsrin sürət və məxrəcini 1000-ə vuraq. İkinci kəsri 100-ə vuraq, 10-a vuraq. Üçüncü kəsri də yenə 10-a vuraq. O zaman birinci kəsri dər 300 bölünsün 3, üstə gəlsin 120 bölünsün 12, üzərinə gəlsin 15 bölünsün 3. O da bərabərdir. 300-ü 3-ə bölsək 100, üzərinə gəlsin 10, üzərinə gəlsin 5. 100 üstə 10, 110, 110 üstə 5, 115. Demək, bu sual cavabı da oldu A variantı. Gəlin 60-cı suala baxaq. Deyir ki, sinifdəki 25 şagirdin 44-ü əlaçıdır. Bu sinifdə neçə əlaçı şagirdi var? İndi biz burada 25-in 44%-ni tapmalıyıq ki, neçə dənə əlaçı şagirdin olduğunu bilmək üçün. 25-in 44%-ni tapanda 25-i vuracağıq 44-ə, böləcəyik 100-ə. 25 ilə 100 yıxsa gedəndə burada 4 qalır. 44-ü də 4-ə böləndə alınır 11. Demək, bu sualın oldu cavabı Y. 61-də deyir ki, aşağıdakı kəsirlərdən hansını sonlu onluq kəsir şəklində yazmaq olar? Əvvəlcə biz onu bilməliyik ki, sonlu onluq kəsir nədir? Sonlu onluq kəsir o deməkdir ki, kəsirin surət məxrəcindəki ədədin vurğuları ayırarkən bu vurğular ya 2 olsun, ya 5 olsun, ya da həm 2, həm 5 olsun. İndi gəlin A variantındakı 36-nın vurğularını ayıraq. 36 2-yə, 18 2-yə, 9 3-ə, 3 3-ə 1. Demək, burada görürük ki, 2 var, həm də 3 var. Bizə isə 3 lazım deyil. A variantı getdi. 32-yə baxaq. 16 2-yə, 8 2-yə, 4 2-yə, 2 2-yə 1. Burada gördüyünüz kimi, vurğuların hər biri 2-yə bərabər olmalı. Demək, bu sonlu onluq kəsir şəklində yazmaq olar. Cavab oldu B variantı. Gəlin 62-yə baxaq. 12 ədədi ilə qarşılıqlı sadə olan bir rəqəmli ədədlərin cəmini tapın. Gəlin əvvəlcə biz qarşılıqlı sadə ədədin nə olduğuna baxaq. Ortaq bölənləri yalnız 1 olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilirdi. İndi gəlin baxaq. Bir rəqəmli ədədlər dediyinə görə biz 1-dən başlayacağıq. 1 ilə 12 qarşılıqlı sadə ədəddir. Həmçinin onu da yadınızda saxlayın ki, 1 istənilən ədədlə qarşılıqlı sadədir. 2 ilə 12 qarşılıqlı sadə deyil, 3 ilə 12 qarşılıqlı sadə deyil, 4 ilə də deyil,
Sonra 5 ilə 12 qarşılıqlı sadədir. 6 ilə qarşılıqlı sadə deyil, 7 ilə qarşılıqlı sadədir. 8 ilə də deyil, 9 ilə də deyil. Demək burada 1, 5 və 7 ilə qarşılıqlı sadədir. Onu da cəmi istədiyinə görə bunların da cəmi edir 13. Yəni A variantı. 63-ə baxaq. Deyir ki, cədvəldəki sadə ədədlər cədvəldəki bütün ədədlərin neçə faizdir? Yəni əvvəlcə sadə ədədləri tapaq. 7 sadədir, 23 sadədir, 41 sadədir, 31 sadədir, 53 və 29 da sadədir. Sadələr nə qədər oldu? 1, 2, 3, 4, 5, 6. 6-dan qarşılıqlı sadələrimiz var. Deyir ki, qarşılıqlı sadə ədədlərin cədvəldəki bütün ədədlərin neçə faizdir? İndi 6-da nə idi? Sadə ədədlər. Cədvəldə də 12 ədəd var. 6-nı bölürük 12, vururuq 100-ə. 6 ilə 12 sadə gedəndə burada qalır 2. 100-ü də 2-yə böləndə edir 50. Demək 50%-ni təşkil edir. Cavab olacaq B variantı. 64-ə baxaq. Demək kök 12 ilə 36 üzərinə yazılan əhval 12 36-nı hesablayın. İndi buradan edəcəyik. Gəlin əvvəlcə vurğularını ayıraq. 12-ni 2-yə, 6 2-yə, 3, 3-ə 1. 36-nı 2 ayıranda 18 2-yə, 9 3-ə, 3, 3-ə 1. İndi gəlin ortaqları tapaq. 2-lər ortaqdır. Burada da 2-lər ortaqdır, 3-lər ortaqdır. Öncə bu tamamda nə edirdik? Böyüyü götürürdük. Digərində ortaq olmayanları götürdük. Gördük ki, 36-nın içində elə 12 var. Ona görə 36 edəcək çox. Üzərinə gəlsin. Burada ortaqlar götürdük. Burada ortaqlar 2, vurulsun 2, vurulsun 3. İndi hesablayaq. 36 üstə gəlsin. 12. O da edir 48. Demək cavab oldu 48 B variantı. Demək 65-ə baxaq. Deyir ki, 12 usta 4 saatda 26 detal hazırlarsa 6 saatda neçə detal hazırlayır? İndi gəlin bunu tənasüblə həll edək. 12 usta 4 saata 26 detal hazırlayır. 12 usta 6 saata x detal hazırlayır. İndi bunu necə həll edəcəyik? Çarpaz vururuq. 12-ni 6-ya, 6-nı da 26-ya vururuq. Sonra isə 10 bərabər edir. 12-ni vururuq 4-ə, 4-ə vururuq x-ə. İndi gəlin yazaq. 12 vurulsun 6 vurulsun 26 bərabərdir. 12 vurulsun 4 vurulsun x. İndi buradan x tapaq. X bərabər olar. 12 vurulsun 6 vurulsun 26 bölünsün 12 vurulsun 4-ə. 12 x gedər. 6 ilə 4 2 x gedəndə burada 2, burada 3 qalar. 2 ilə də 26 x gedəndə 13 qalar. 3-ü də 13-ə vurarıq. Edər 39. Demək cavab oldu D variantı. 66-ya baxaq. 420 ədədin ən böyük sadə böləni ilə ən kiçik sadə bölənin cəmini tapın. Yəni 420-ni vuruqlarına ayıraq. 2-yə 210, 2-yə 105, 3-ə 35, 5-ə 7, 7, 7-yə 1. 420 bərabərdir 2 üstü 2 vurulsun 3 vurulsun 5 vurulsun 7. İndi baxaq. Burada ən böyük vuruq 7-dir. Ən kiçik vuruq isə 2-dir. Yəni sadə böləni. İndi bunu da cəmi istədiyinə görə 7 üstə 2 gəlir. O da edir 9. Cavab oldu variant. İndi gəlin 67-yə baxaq. Maraqlı sualdır. Gəlin bunu əvvəlcə yazaq. Bərabərdə qoyuram. 1-dən 8-də 1 çıxanda 8-də 7 edir. Vurulsun. Yəni bunu tutaq ki, göstərək. 1-i 8-də 8 kimi yazırıq. Çıxılsın. 1 bölünsün 8. Yəni ortaq məxrəc getiririk. O zaman nə olacaq? Bu olur 8-də 7. İndi 1-dən 8-də 2 çıxanda edir 8-də 6 vurulsun. Nöqtələr vurulsun. 1-dən də 8-də 11 çıxanda 8-də -3. İndi biz bunu məntiqi barəsində burada. Görürsünüz ki, məxrəclər eyni, surətlər isə bir vahid azalır hər dəfə. İndi gəlin bunu davam etdirək. Tutaq ki, 8-də 7 vurulsun 8-də 6-dır.
Bu nöqtələrin yerinə 8-də 5 vurulsun 8-də 4 vurulsun 8-də 3 vurulsun 8-də 2. Sonra vurulsun 8-də 1 vurulsun 0 vurulsun 8-də -1 vurulsun 8-də -2 vurulsun 8-də -3'dür. Görürsünüz ki, burada hasildə 0 var. Hasildə 0 varsa 0'ı vurduğumuza görə cavab deyil 0 edəcək. Yəni cavab olacaq A variantı. Davam edək. Demək, deyir ki, ədədləri müqayisə edin. Ədədləri müqayisə etmək üçün gəlin biz bunu məxrəclərini bərabərləşdirək. Burada məxrəcləri ortaq 24 çıxır. Məxrəci 24 olması üçün birincini vururuq nəyə? 12-ni vururuq 2-yə, 5 vururuq 2-yə. Edir 24-də 10. 8-də 1-i məxrəci 24 etmək üçün 8-i vururuq 3-ə, surəti də vururuq 3-ə. Yəni edir 24-də 3. C-də də olduğu kimi qalır 24-də 17. İndi kəsirləri müqayisə edəndə məxrəcləri eynisə, surətlərində hansı böyükdürsə o kəsir böyükdür. Baxın indi burada 17, 3, 10. Hansı böyük olacaq? Əlbəttə ki 17. 10 da C böyükdür. A-dan A da böyükdür. B-dən. Cavab olacaq D variantı. Gəlin 69-a baxaq. Kitabxanadakı kitabları qutulara həm 36-36, həm də 48-48 yığmaq olar. Kitabxanada ən az neçə kitab var? Demək, burada kitabların sayı elə bir ədəddir ki, həm 36, həm də 48-ə bölünür. Onda nə edərik? Əkyob 36 və 48-i hesablarıq. Yəni, əkyobunu taparıq ki, həm 36, həm də 48-ə bölünsün. Gəlin, vurğuları ayıraq. 36-nın vurğularını ayıraq, bir də 48-ə. 36 2-yə, 18 2-yə, 9 3-ə, 3 3-ə 1. 48 2-yə, 24 2-yə, 12 2-yə, 6 2-yə, 3 3-ə 1. İndi gəlin ortaqları seçək. 2 2, 2-yə buradan da 2, 3 və 3. İndi gəlin yazıq. Əkyobu necə edirdik? Böyük ədədi götürürdük. Böyük ədəddə olmayan, yəni digərində olan vurğu götürürdük. 48-i vururuq 3-ə. 48-i də 3-ə vuranda neçə edir? 144. O da edir Y variantı. Demək, bu son cavabı oldu Y variantı. Gəlin 72-ə baxaq. 72-ə deyir ki, N-in neçə natural qiymətində N plus 7 bölünsün 2. Kəsir düzgün olmayan kəsir olar. Düzgün olmayan necə kəsirləri deyilirdi? Yəni, burada surəti məxrəcindən böyükdürsə, o zaman bu düzgün olmayan kəsirdir. İndi gəlin burada surətini məxrəcindən böyük götürək. Həm də bərabər olan. Yəni, düzgün olmayan kəsir elə kəsirlər deyilirdi ki, surəti məxrəcindən böyük bərabər olarsa, bu kəsirlər düzgün olmayan kəsirlərdir. İndi N-i sağ tərəfə keçirək. Olar N. 2 N-dən gəlir, N-i çıxdıq, N qaldı. N kiçikdir, bərabərdir 7-dən. Gəlin N-i tapaq. N 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər, 6 ola bilər və 7 ola bilər. Çünki 7-yə bərabərdir. Burada N neçə dənə oldu? 7 dənə oldu. Demək, cavab olacaq C variantı. Gəlin 71-ə baxaq. Deyir ki, 24% ilə 16%-nin cəmi 32 olan ədədin 30%-ni tapın. Məsələn, biz buradan bilmirik axı hansı ədəddir. Ədədə 1x deyirəm. X-in 24%-ni tapıram. O zaman x-i vuracam 24-ə, böləcəm 100-ə. Üzərinə gəlirəm. X-in 16%-ni bərabər edirəm 32-yə. Məxrəclər eyni olduğuna görə surətləri toplaya bilərəm. Yəni 100-də 24x üstə gəlsin 16x. Bərabərdir 32-yə. O da edir 40x bölünsün 100 bərabərdir 32-yə. Buradan x tapsam 32-ni vuraram 100-ə, bölərəm 40-a. 0-dan buradan 1 0 gedir. 4-dən 32-dən də burada qalır 8. O da bərabər olur 80-ə. Demək, ədədi tapdım 80. Və deyir ki, ədədin 30%-ni tapın. Yəni 80-in 30%-ni tapadıyıq. 80-in 30%-ni tapanda 80-i vuracaq 30-a, böləcək 100-ə.
O da olur 24. Yəni C variantı. Davam edək. 70-də deyir ki, A və B-nin ortaq olmayan sadə vurğuların hasılı 20. AB 320 olarsa, əkəb AB-ni tapın. Burada ortaq olmayan sadə vurğuların hasılını biz necə işarət edirdik? C ilə. C bərabərdir 20. A vur B 320-dir və bizdən əkəb AB-ni istəyir. Əkəbin belə bir düsturu vardı ki, əkəb, gəlin buradan yazım. Əkəb AB bərabərdir kök altında ABC. İndi gətirək qiymətlərin yerinə qoyaq. AB nə idi? 320. 320-ni vuraq, C də 20 idi. 320-ni 20-yə vuranda edər 6400. 6400 nəyin kvadratı idi bəs? 80. Köklə də buradan kvadrat gedər, qalar 80. Demək, cavab oldu 80. İndi 73-ə baxaq. Deyir ki, Əli işin 5-də 2 hissəsini yerinə yetirdi. İşin neçə faizi qaldı? Əgər Əli 5-də 2 hissəsini yerinə yetiribsə, nə qədər hissəsi qalıb? 5-də 3 hissəsi. İndi bunu da faizə çevirək. 5-də 3-ü vurarıq 100-ə. O da bərabər olar. 5-i 100-nə sarparsaq, burada qalar 20. 3-ünü də 20-yə vuranda 60 edər. Demək, 60 faizi qalıb. 74-ə baxaq. 0,4 4 hissəsi 36 olan ədədin 3də 1 hissəsini tapın. İndi gəlin buradan dövrü açaq. 0,4 nəyə bərabər olacaq? Dövrdə 4 bərabərdir. Məhrəcdə 9 yazılacaq. Dövrdəki də sürətdə. İndi 9-da 4 hissəsi 36 olan ədəd. Hissəsinə görə ədəd necə tapılırdı? Ədədi bölürdük hissə göstərən ədədə. Yəni 36-nı böləcəyik 9-da 4-ə. 36-nı kəsrə böləndə tərsinə vururduq. Yəni 4-də 9-a. 4-lə 36 kəsrə gedəndə burada qalar 9. Yəni 81. Və bu ədədi 3də 1 hissəsini istəyir. O zaman 81-i də vuraq 3də 1-ə. 81-i 3-ə böləndə edər 27. Demək, cavab oldu 27. 75-ə baxaq. Deyir ki, əvvəlcə malının qiyməti 120 manat idi. Sonra qiymət bahalaşaraq 150 manat oldu. Bahalaşma neçə faiz oldu? Bunu tapmaq üçün nə edərik? Əgər bahalaşıbsa, biz 120-nin üzərinə 120-nin x faizini gələcəyik. Yəni 120 vurarıqsa, bölərik 100-ə. Bərabərdir 150-yə. O zaman gəlin belə yazaq. 120x bölünsün 100 bərabərdir 150 çıxılsın 120. Sadələşdirmə aparaq. Buradan 1 0, buradan 1 0 gedər. Qalar 12x bölünsün 10 bərabərdir 30-a. X-i tapsaq 10 vur 30 bölünsün 12. Yəni 300 bölünsün 12. 300-də 12-ə böləndə edir 25. Demək, 25% artım olub. 76-ya baxaq. AB bərabərdir 7 vurulsun A plus B. Olarsa A plus B cəminin ən böyük qiymətini istəyir. Yəni A plus B-nin ən böyük qiymətini. Gəlin AB-ni açaq. AB-ni açanda 10A üstə gəlsin B bərabərdir 7-nin də mötərizəyə vursaq 7A üstə gəlsin 7B edər. A-ları B-ləri bir tərəfə yıxaq. 10A çıxılsın 7A bərabərdir 7B çıxılsın B. 3A bərabərdir 6B-yə. Hər tərəfi çəbəsin amma bərabər 2B olar. Burada A ilə B rəqəmlərdir. A 1-dən 9-a qədər rəqəmlər ala bilər. Çünki A burada birinci gəlir və biz 0-dan başlayan ədəd götürə bilmərik.
belə bir ədəd götürə bilmərik. Bu doğru deyil. Sıfırdan başlayan ədəd yoxdur. Ona görə 1-dən götürürük. B-ni isə 0-dan 9-a qədər götürürük. İndi baxaq. Burada B-nin ən böyük qiymət verməliyik ki, cəmdən böyük olsun. O zaman B nə olar? B 4 olar və A da 8 olar. O zaman A plus B bərabər 12 olar. Biz niyə burada A-ya 8 qiymətini verdik, 9 vermədik? Əgər burada A-ya ən böyük qiymət 9 versəydik, və o zaman 4,5 olardı. Və bizdə axı burada A, B natural ədədlər olmalıdır, yəni rəqəmlər. 4,5 ola bilməzdi, ona görə B-yə 4, A-ya isə 8 veririk. Və cəmdə olur 12. Cavabımız oldu 12. 78-ə baxaq. A və B natural ədədləri üçün 77 qaldı. Gəlin buranı silim. 2A bərabərdir 3B bərabər 4C və A plus B plus C 26 olarsa A-nı tapın. İlk gəlin əvvəlcə birinci bu iki bərabərliyi götürək. Yəni 2A bərabərdir 3B, digərində isə 3B bərabər 4C götürək. Burada A 3x deyək, B isə 2x deyək. Buradan B 4x olar, C 3x. Görürsünüz ki, burada hər ikisində B var. O zaman gəlin B-yə bir əkyob tapaq. Əkyobu 4x olur. Onda bunu 2-yə vuraq ki, 4x-ə bərabər olsun. Əgər B-ni 2-yə vurursa, A-dan da 2-yə vuraq. O zaman 6x edər. Demək, A-nı 6x, B-ni 4x, C-ni də 3x tapdıq. Gətirib burada yerinə qoyaq. O zaman A plus B plus C bərabər 26-da A-nın yerinə 6x, üstə gəlsin 4x, üstə gəlsin 3x qoyaq. Bərabərdir 26-ya. 13x bərabərdir 26, x bərabərdir 2. X-i 2 tapdıq. A neçə idi? A 6x-dir. Getirib yerinə qoysaq, 6 vurulsun 2, o da bərabərdir 12. Demək, cavabı tapdıq 12. Bu da cavab olacaq 12. Getmiş 8-ə baxaq. Deyir ki, A və B natural ədədlər üçün A, B nisbəti 2-nin 3-ə nisbətinə bərabərdir. Əkyob A, B üstə gəlsin əvvəl A, B 49 varsa B-ni tapaq. İndi yəni burada A-ya 2x deyək, B-yə isə 3x deyək. Və getirib yerinə qoyub yazaq. Əkyob 2x, 3x üstə gəlsin əvvəl 2x, 3x bərabərdir 49-a. İndi buradan belə bir xassəmiz vardı ki, orta vurğu əbov və ya əkyob xaricinə çıxara bilərdik. Yəni burada x-i çıxaraq, o zaman əkyob 2, 3 üstə gəlsin. X-i çıxartsaq, x vursun əbov 2, 3 bərabərdir 49 olar. 2 ilə 3-ün əkyobu nəyə bərabərdir? 2 ilə 3 qarşı sadə ədədlər olduğuna görə onların da əkyobu 6-ya bərabər olacaq, əbəbu isə 1-ə. O zaman 6x üstə gəlsin. X bərabərdir 49-a. 7x bərabərdir 49, x bərabərdir 7. Biz buradan x-i 7 tapdıq. Gətirib burada yerinə qoyaq. 2 vurulsun 7 bərabərdir 14. 3x-da da x-i yenə 7 qoysaq, 3 vurulsun 7. O da bərabər 21. Demək, cavab oldu 21. Gəlin 79-a baxaq. Deyir ki, A, B, C ədədləri artan sırayla ardıcıl cüt ədədlər olarsa, bu ifadəni hesablayaq. İndi gəlin A-ya 2n deyək. Və o zaman 2n plus 2, C isə 2n plus 4 olar. Getirib yerinə qoyub hesablayaq. 1 çıxılsın 2 bölünsün 2n, vurulsun 1 çıxılsın 2 bölünsün 2n plus 2, vurulsun 1 çıxılsın 2 bölünsün 2n plus 4. Bərabərdir 3 bölünsün 4.
və buradan A-nı istəyir. Gəlin baxaq, buradan görürük ki, sürətdəki 2 ilə buradakı 2 ixtisar edir. Burada da məxrəci 2 vurulsun n+1 kimi yaza bilərik. O zaman n2-lə ixtisar edəcək. Buradan da 2 vurulsun n+2 kimi yaza bilərik. Yəni 2-ni ortaq çıxardırıq mötərizə qarşısına. Buradan da 2-lər gedir. Demək qaldı 1 çıxılsın 1 bölünsün n vurulsun 1 çıxılsın 1 bölünsün n+1 vurulsun 1 çıxılsın 1 bölünsün n+2. Bu da bərabər 3 bölünsün 4-ə. Şimdi gəlin bunları ortaq məxrəci gətirək. O zaman olar n çıxılsın 1 vurulsun. Bu da mötərizələri qaldıraq. n+1-dən bunu n+1-ə vurarıq. Çıxarıq 1-i. O zaman 1-lə ixtisar edir. Qalar bu da n. Vurulsun. Məxrəcdə n+2. Burada da yenə n+2 çıxılsın 1. O zaman olur n çıxılsın n+1. Bərabər 3 bölünsün 4 olar. Buradan n'lər ixtisar edər. n+1-lər ixtisar edər. Qalar n-1 bölü n+2 bərabər 3 bölünsün 4. Çarpaz vuraq. O zaman belə vurarıq. Yəni 4 n çıxılsın 4 bərabər 3 n üstə gəlsin 6. N'ləri bir tərəfə yıxsaq n bərabər olar 10. N'ni 10 tapdıq. Bizdən A-nı istədiyinə görə gətirib yerinə qoyuruq 2 vurulsun 10 bərabər 20 edir. Demək cavab 20-dir. 80-ə baxaq. Deyək ki, məhsulun qiymətinin 20% artdı. Sonra yeni qiymət yenidən 20% artdı. İlkin qiymət neçə faiz artdı? Məhsulun qiymətini 100% götürək. 100-ü 20% artanda, yəni üzərinə 20 gəlsə edər 120. Sonra yeni qiymət. Yeni qiymət nə idi? 120. 120 yenə 20% artdı. O zaman 120 üzərinə gələrik. 120 vurulsun 20 bölünsün 100-ü. O da bərabər olar. Buradan sıfırları ixtisar yaparsaq 120 üstə gəlsin 24. O da bərabərdir 144-ə. İndi 144 oldu. Əvvəl nə qədərdi? 100. 144-dən çıxarıq 100-ü, qalar 44. Demək 44% artıb. Cavab olacaq 44. İndi baxaq 81-ə. Müəyyən işi bir işçi 6 saata, digər işçi isə 10 saata yerinə yetirir. Birinci işçi 2 saata, ikinci 3 saata işləsə, hansı isə görülməmiş qalar. İlk gəlin belə edək. 2 saata 6-da 2 hissəsini görər. 3 saata isə ikinci 10-da 3 hissəsini görər. Burada bir yerdə işlədiyinə görə toplayırıq. Yəni indi bunları hesablayaq. Ortaq məxrəc 30 çıxır. Bunu 5-ə vurarıq. Bunu da 3-ə vurarıq. O zaman 30-da 10 üstə gəlsin 9. Edər 30-da 19. Bu hissəsi görülüb. Bəzi görülməmiş necə taparıq? 30-da 30-dan çıxarıq. 30-da 19-u. Demək 30-da 11 hissəsi görülməkdir. Cavab da olacaq 30-da 11. Bu qədər. Bu sınavın da izahını verdik. Sağ olun, hələlik.